Salam. Bugünkü dərsimiz eyni köklü sözlər dərsidir. Eyni köklü sözlərin kökü formaca eyni olmalıdır və eyni nitq hissəsi olmalıdır kökü. Biz burada bir neçə sözə baxacağıq. Yazı, yazdırmaq, yazıçı, yazılmaq, yazışmaq və s. Bu sözlərin hər birinin kökünə baxdıqda birinci yaz, net, yaz, net. Bütün bu sözlərin kökündə hamısında yaz feili, yazmaq feili durur. Yazmaq feilindən isim əmələ gəlmişdir, feil əmələ gəlmişdir, yenə isim əmələ gəlmişdir iki şəkilçi ilə. Digərlərində də həmçinin. Bu zaman biz fikir verməliyik ki, eyni köklü sözlərin kökü eyni nitq hissəsi olmalıdır, lakin özləri fərqli nitq hissəsi ola bilər. Burada gördüyümüz kimi isimdir, feildir, isim və ya feil qarışıq da ola bilər və s. Yəni kökləri eyni nitq hissəsi, özləri isə fərqli nitq hissəsi ola bilər. Eyni zamanda eyni köklü sözlərin tərifi belədir ki, eyni köklü sözlər leksik şəkilçili kökləri eyni olan sözlərdir. Əgər biz burada yazı, yazıçı və ya yazıçılar, yazıda kimi, yerli kal, mənsubiyyət şəkilçisi kimi və yaxud feilin şəkillərinin, şəkilçilərini artırmış olsaydı, bu zaman bunların eyni köklü olduğunu demək olmazdı. Deməli, eyni köklü sözlər həmişə başlanğıc formada götürülür. Başlanğıc formada olmalıdır. Lakin yenə də əgər bizə testdə bu cür versə, lakin bunlardan sonra müəyyən bir qrammatik şəkilçi olmuş olsa belə, biz bu cərgəni eyni köklü sözlər cərgəsi kimi göstərə bilərik. Yaz sözü omonim sözdür. Bildiyimiz kimi yaz həm də fəsil mənasını bildirir. Yazlıq sözü bu zaman isim yazdan əmələ gəldiyi üçün bu cərgə ilə eyni köklü cərgəsi yaratmır. Oxşar omonim sözlərin eyni köklü olub olmadığını bilmək üçün onların kökünə sual vermək lazımdır. Onların kökü hansı nitq hissəsidirsə, o zaman biz həmin sözlərin eyni köklü olub olmadığını deyə bilərik. Bəzi sözlər vardır ki, bunların kökləri omonimdir. Məsələn, yar feili kimi. Yar, kəs, doğra və yaxud yar, sevgili, dost mənasında. Bu zaman yar, yara, yaralı, yarılmaq, yardırmaq, yarğan, yaralatmaq, yaralanmaq kimi sözlərin hamısının kökündə yarmaq feili durur. Bu sözlər odur ki, bir-birinə qarşı eyni köklüdürlər. Baxmayaraq ki, isim, sifət və feillər əmələ gətirmişlər. Yar sözü isim kimi olanda, yarlı, yarsız, yəni dostlu, sevgili olan, olmayan mənasında. Bu zaman digər bu sözlərlə eyni köklü ola bilməz. Yara sözü də həmçinin eyni köklüdür özünə görə. Yara, kəsilmiş, məsələn, əlin yarası və bir də var işə yaramaq, feil kimi. Yara isim kimi və yara feil kimi. Bunlar da yenə omonim sözlər olduğu üçün onların da eyni köklülüyündə çaşmamaq lazımdır. Yara, işə yara, yaranmaq, yəni işə yaramaq mənasında. Yara isimdirsə, yaralı sifətini bundan əmələ gətirir. Omonimlərdir. Eyni köklü cərgəsinə baxarkən yarandığı nitq hissəsinə, yarandığı daha doğrusu kökünə mütləq fikir vermək lazımdır. Eyni köklü sözlərlə bağlı iki test nümunəsinə baxacağıq. Eyni köklü sözlər cərgəsini göstərin. Hər bir cərgəni tək-tək təhlil edəcəyik və birlikdə görəcəyik ki, sözü tapmaq üçün nə etmək lazımdır. A bəndinə baxırıq. Köklənmək, kökəlmək, köksüzlük. Köklənmək sözündəki şəkilçiyə fikir verəndə bilirik ki, bu artıq adlardan feil düzəldən şəkilçidir. Və sözə baxırıq. Köklənmək, yəni kök salmaq. Bu ağacın kökü kimi mənası verir. Kökəlmək isə kök olmaq, yəni sifət kökdən yaranmışdır. Deməli, bunlar eyni köklü ola bilməzlər. Artıq iki sözü müqayisə edir. Köksüzlük isə birinci sözlə eyni köklü olur. Dağılışmaq, dağılmaq, dağılan sözlərinə fikir veririk. Əvvəla bilmək lazımdır ki, bu sözlərdə dağıl sözün köküdür birbaşa. An feili sifət şəkilçisidir. Burada isə ış leksik şəkilçisidir. Lakin bu yenə də eyni köklülük yaratmır. C bəndində sevgi, sevilmək, sevinc. Sözlərin kökü sevdi, sevinməkdir daha doğrusu burada. Ona görə də bunlarla eyni köklülük yaratmır. Sevinməkdən sevinc yaranıb, sevməkdən sevil yaranıb, sevməkdən sevgi yaranıb. Bu iki söz eyni köklüdür, lakin üçüncü bunların cərgəsinə qoşula bilməz. Qorxusuz, qorxudulmaq, qorxunc. Sözlərin kökü qorx, qorxu, qorxusuz, isimdən. Deməli, feildən isim, isimdən sifət yaranıb. Qorx, qorxu. Baxırıq ki, belə deyil. Burada sözün kökü ilə
qorxmaq, qorxutmaq, qorxudulmaq, qorxmaq, qorxunc. Baxın, hər üçünün kökü qorxdur. Feildən isim, sifət, feildən feil, feil, feildən isim. Daha doğrusu sifət, üzr istəyirəm. Mənimsəmək sözün kökü məndir. Mənlik sözün kökü məndir. Əvəzlikdir. Leksik şəkilçi, leksik şəkilçi. Mənim sözündə isə bildiyimiz kimi qrammatik şəkilçidir. Qrammatik şəkilçi ola bilər. Baxın, maqmək var. Lakin burada isə heç leksik şəkilçi yoxdur. Ona görə də biz bunu cərgədən çıxardırıq. Doğru cavabımız qorxu sözündən o yaranan sözlərdir. 91-ci testdə dərinlik, dərində, artıq burada gördük ki, də leksik şəkilçi deyil. Yazılmaq, yazar, yazda. Baxın, ıl leksikdir, yazar, yazıcı mənasında leksikdir, yazda zərf düzəldən şəkilçi mənasında, o da leksikdir. Duyğu, duyulmaq, duyunca. Deməli, duyğu, duyulmaq, duyunca. Unca şəkilçisinə fikir verir ki, feili bağlama şəkilçisidir. Sıxıntı, sıxılmaq, sıxışmaq. Intı şəkilçisi feillərdən isim yaradır. Il feildən feil yaradır. Iş yenə feildən feil yaradır. Sıxıntı, sıxılmaq, sıxışmaq. Hər üçünün kökü feildir. Dadlı, dadsızmaq, dadılmaq. Dadlı leksik şəkilçidir. Sız leksik şəkilçidir. Il leksik şəkilçidir. Doğru cavab